Salam dostlar. Əvvəlki videomda da qeyd etdiyim kimi, burada dəyişən əsas hissə yalnız giriş sistemidir. Qalan bütün proses eyni qaydada qalır. İndi suallara keçək. 1. Bəyannamə edə bilmirəm, Smart Customsa girə bilmirəm, başa sala bilərsiniz. Əslində problem giriş hissəsindədir. Əvvəlki kimi FIN kod ilə giriş artıq yoxdur. İndi Smart Customsa daxil olmaq üçün Sima imza və ya MyGov istifadə olunur. 2. Sima və MyGov ilə qeydiyyatdan keçmişəm, daxil oluram, amma bəyan edə bilmirəm, təsdiq edirəm, sonra nə etməliyəm bilmirəm. Burada diqqət edin, Sima və ya MyGov ilə daxil olduqdan sonra siz artıq sistemə giriş etmiş olursunuz. Daha sonra əsas mərhələ başlayır, bəyannamə hissəsi. 3. Sima ilə bəyan etmək olmur, yazırıq, amma alınmır. Nə edək? Burada qarışıqlıq var. Sima sadəcə giriş üçündür. Bəyannamə isə sistemin içində əvvəlki qaydada edilir. İndi sizə düzgün ardıcıllığı izah edirəm. Əvvəlcə telefonunuzda Sima və ya MyGov tətbiq olmalıdır və qeydiyyat tamamlanmalıdır. Sonra Smart Custom sisteminə daxil olursunuz. Açılan pəncərədə MyGov hissəsinə toxunursunuz. Daha sonra giriş seçimləri çıxır. 1. MyGov, 2. Digər üsullar. Siz MyGov seçirsiniz və daxil ol düyməsinə klik edirsiniz. Əgər sizdə barmaq izi aktivdirsə, sistem sizi birbaşa barmaq izi ilə daxil edəcək. Əgər yoxdursa, MyGov tətbiqinin giriş kodunu tələb edə bilər. Daha sonra ekranda belə bir mesaj çıxır. Yeni giriş aşkarlanıb. Əgər bu sizsinizsə, icazə ver düyməsinə klik edirsiniz. Sonra təsdiq et seçirsiniz. Bir neçə saniyə sonra sistem sizi növbəti səhifəyə keçirir. Burada vətəndaş sözünə klik edirsiniz və Smart Custom sistemi açılır. İndi artıq əvvəlki qaydada davam edirik. Elektron ticarət, sadələşdirilmiş bəyannamə bölməsinə daxil olursunuz. Orada sağ tərəfdə bəyannamə edilməmişlər görünür. Qarşısında rəqəm yazılır. Məsələn, 1 və ya daha çox. Həmin hissəyə daxil olub, əvvəlki videolarda göstərdiyim kimi bəyannaməni tamamlayırsınız. Qısaca desək, heç nə dəyişməyib. Sadəcə giriş sistemi Sima və MyGov üzərinə keçib. Bəyannamə prosesi isə tam eyni şəkildə qalır. Sağ yuxarıdan bəyan edilməmişlərə klik edərək, burada Dəmir Kargo adı, 171 manat 55 qəpik məbləğ, sifariş olunan məhsulların adı və miqdarı görünür. Bəyan et düyməsinə klik edirəm. Həm məbləği, həm də miqdarı mütləq Smart Customsa uyğun yazın. Temodakı ümumi məbləğ sizi çaşdıra bilər. Bəyannaməyə davam edirik. Birinci addımda telefon nömrəmizi sıfırsız yazırıq və irəli sözünə klik edirik. İkinci addımda heç nəyə toxunmadan üçüncü addıma keçirik. Üçüncü addımda əlavə edin düyməsinə klik edirik. Qiymətindən asılı olmayaraq istənilən bir məhsulu seçirik. Məsələn, mən ayaqqabı bəyan edirəm. Ümumi invoice qiyməti 171 manat 55 qəpik, miqdar 10, istəyən miqdarını 1-də yaza bilər. Amma Smart Customsda yazılan miqdar yazmaq tövsiyə olunur. Nə qədər düzgün məlumat versəniz, sifarişiniz bir o qədər problemsiz çıxar, gömrükdə qalma riski azalar. Mən əvvəllər məbləği düzgün yazıb, amma valyutanın səhvən AZN əvəzinə TL seçmişdim. Ona baxmayaraq sifariş gömrükdə qalmadı. Olmanı bəyan səhv sayılır. AZN əvəzinə TL seçilmişdi. Lakin digər məlumatları doğru daxil etdiyim üçün gömrük əməkdaşları məhsulumu saxlamadılar, göndərdilər. Ona görə çalışın bəyan edərkən məlumatları doğru daxil edin. Davam edirik. Valyutanı AZN seçirik, miqdarı yazıb əlavə edin sözünə klik edirik. Sonunda bəyannaməyə diqqətlə baxırıq. Məsuliyyətlə bağlı xananı işarələyirik, təsdiqlə düyməsini sıxırıq. Dördüncü addımda yenə təsdiqlə sözünə klik edirik. Əgər nəsə səhvdirsə, qələm işarəsi ilə düzəliş edə bilərsiniz. Hələ ki gec deyil. Hər şey doğrudursa, maşın ikonuna klik edirik. Malların gömrük ərazisindən çıxarılmasını daşıyıcı şirkətə həvalə edirəm. Xanasını təsdiqləyirik. Bitdi. Bununla da Smart Customsda sifarişimizi bəyan etdik. Dostlar, izlədiyiniz üçün təşəkkür edirəm. Video faydalı olursa, zəhmət olmasa bəyənin və paylaşın. Növbəti videolarda görüşənədək.